Hər kəsə salam. Real Aikido podkastına baxırsınız. Biz bu gün Real Aikido və Jiu-Jitsu Döyüş Sənətləri Akademiyasının prezidenti Ramil Eminli və onun tələbələri ilə söhbət eləyəcəyik. Hər ikinizi salamlayıram. Həmçinin Ramil müəllim xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Ümidvaram bu gün çox maraqlı söhbət eləyəcəyik sizlə. İlk sualım sizlərədir. Soruşmaq istəyirəm, idmana neçə yaşınızda başlamısınız və niyə Real Aikido-nu seçmisiniz? Mən idmana başlamışam 10 yaşımdan və həm də ki bu idman mənim sразу diqqətimi tutdu. Diqqətinizi çəkdi. Diqqətimi çəkdi. Çox xoşuma gəldi bu idman. Həm də ki burada elə döyüşdü ki qaydasız, yəni bu çox çöldə döyüşəndə belə mənə lazım olur. Çünki çöldə axı qaydasız döyüşürük. Orada yoxdur ki, допустим, kickboxingdə vurursan, ancaq güləşmə zat yoxdur. Amma jiu-jitsu isə hər şey var. Həm döyüşmək, həm də ki güləşmək, başa vurmaq var, təpizat, hər şey işlətmək olur. Həm də ki fənləri işləyirik Real Aikidodan. O da ki daha maraqlı belə gəlir mənə. Yəni qaydaların olmamağı sizi Real Aikidoya maraqlandırdı. Bəli. Və buna görə də Real Aikido ilə məşğul olmağa başladınız. Bəli. Siz bəs? Mən idmana 10 yaşımda başlamışam. Mən ilk dəfə bu məktəbdə, daha doğrusu 130 nömrəli məktəbdə eşitmişəm ki, Real Aikido məşqi keçirilir və mən bu idmanı ilk dəfə də eşidirdim. Sözün mənə çox maraqlı gəldiyinə görə girib baxmaq istədim. Həqiqətən də çox xoşuma gəldi mənim. Çünki orada jiu-jitsu, güləş, fənlər işlənilir. Hər ikiniz, daha doğrusu, müxtəlif fənlər və qaydaların olmaması nəticəsilə Real Aikido ilə maraqlandınız. İlk dəfə 2010-u geyinəndə özünüzü necə hiss edirdiniz? İlk dəfə idman zalına gələndə. Elə bil ki, biraz narahat idim. Aha. Çünki birinci dəfə də öz kimono geyinirdim. Öyrəşməmişdim belə geyinməyə, amma sonra yavaş-yavaş gördüm ki, naborot bu da daha rahat bir geyimdir. Çünki əgər mən götürsəm futbolka ilə məşq etsəm və kimono ilə fənlər işləyəndə futbolka və kofta cırıla bilər, amma bu isə daha proçnu geyimdir də, bu daha rahatdır həm də bunun üstündə işləmək, zaxvatları tutmaq belə. Çox maraqlıdır. Siz özünüzü necə hiss Mən edirdiniz? ilk idmana gələndə çox həyəcanlı idim. Çünki mən heç həyatımda belə bir idmana gəlməmişdim. Mən ilk dəfə kimonoyu geyinəndə sözün düzü biraz öyrəşməmişdim də. Sizə narahatçılıq var idi? Bəli. Sonradan bir ay, 2 ay gedə-gedə öyrəşdim və indi də gedirəm. Və indi də sevirsiniz Bəli. Real Aikido. Ramil müəllim, bir daha salamlayıram sizi. Salam aleyküm. Sizdən soruşmaq istəyirəm. Biz biraz danışdıq tələbələrinizlə yaşla bağlı. Siz bir müəllim olaraq uşaqların Aikido ilə məşğul olması üçün uyğun yaşı neçə yaş olaraq görürsüz? Bizdə ümumiyyətlə məşqlərə başlama 6 yaşından yuxarı oğlan və qızlar məşqlərimizə qatıla bilər. Yaş məhdudiyyəti isə yoxdur. Yəni 35, 40, hətta 50 yaşında insanlar da var ki, bizim məşqlərimizə qatılır. Bəli, digər zallarımız da var. Hazırlaşırlar, özlərini gümrah hiss etmək üçün, hər zaman aktiv hiss eləmək üçün Real Aikido ilə məşğul olurlar. Yəni Real Aikido'nun konkret bir yaşı Yaş yoxdur. məhdudiyyəti yoxdur. 6 yaşından yuxarı oğlan və qızlar məşqlərimizə qatılırlar. Özünü hazır hiss eləyən hər kəs Təbii gələ ki, bilər. onların öz proqramı var, Aha. böyüklərin öz proqramı var. Hər kəsin öz proqramı üstündə hazırlaşdırırıq. Bəs Real Aikido digər idman növlərinə müəyyən cəhətlərə görə belə deyək fərqlidir də. Uşaqların kiçik yaşlarda Real Aikidoya başlamağı onların xarakterini necə formalaşdırır, nələri dəyişir onlarda? Ümumiyyətlə fərqi yoxdur. Hər bir idman sahəsində düzgün təlimatçı, məşqçi olduğundan uşaqlar öz həyat tərzini düzgün formalaşır. Həm qidalanması, həm özünə güvəni, həm motivasiyası, bunlar önəmli bir rol kəsb edir öz həyatında. Ona görə də biz azyaşlı uşaqlara sevindirici fənlər, belə daha yüngül texnikalar göstəririk. Artıq müəyyən yaşdan yeniyetmələrin öz texnikası var və böyük yaşlıların öz texnikası var. Yəni gələn gündən uşaqları yükləyib Ağır proqram vermirsiniz. proqram vermirik, xeyr. Ona görə
bu proqramlar əsasında uşaqları mütəmadi olaraq hazırlaşdırırıq. Yəni onların xarakterini formalaşmağına çox mühüm rol oynayır. Xüsusən məncə oğlanların. Bəli, oğlanların da, hətta qızlarımız da var. O cümlədən elə bir qız tələbələrimiz var ki, valideyni onu qoyanda bizim məşqlərə çox müəllim olaraq məndən xahiş edirdi ki, qız uşağıdır, evdən bayıra çıxa bilmir, çətinlik çəkir məktəbə. Hətta indi samostoyatelli müstəqil olaraq özü dərsə gedir, gəlir, rahatçılıqla bayıra gedir, gəzməyə çıxır, gəlir və mənə dəfələrlə təşəkkürlərini bildirirlər ki, bu özünə güvən bu qızlarımızda yaranıb. Çox yaxşı bir haldır belə Təbii bir ki. nəticə əldə etmək, xüsusilə qız uşaqlarında çox sevindiricidir həm də. Məsələn, eynilə bu qız tələbəniz kimi və ya mən bəzən eşidirəm valideynlərdən, onlar övladları hiperaktiv olanda düşünürlər ki, idmana qoyum, enerjiləri ölsün. Belə bir ifadə var bizdə. Ümumiyyətlə hiperaktiv uşaqlarla necə işləyirsiniz? Onlarla işləmək çətindirmi, yoxsa daha mı rahatdır? Əksinə mən hiperaktiv uşaqların olması bugünkü gündə bilirsiniz ki, bəzi sosial şəbəkələrin, bu telefon, planşetin olması uşaqların aktiv həyat tərzini daha da aşağı salır. Təəssüf ki, bu qeyd olunasıdır. Belə bir uşaqların zala gəlməsi bizim özümüz üçün çox gözəl bir haldır ki, çünki hiperaktiv uşaqlar nəticə verməyə qadir olan uşaqlardır. Biz də onları hətta elə olur ki, məşqdə müəyyən bir proqram əsasında görürəm çox aktivdirlər. Yoruram ki, evə gedəndə daha valideynlərini incitməsinlər, rahat şəkildə gedib yuxuya dalıb yata bilsinlər. Yəni bu cür uşaqların olması əksinə bizə xeyirdir, hiperaktiv uşaqların olması. Düşünürəm uşaqların enerjilərinin çox olmağı, yəni onları idmanda xərcləməkləri onlar üçün daha yaxşıdır. Bəli. Çünki paralel olaraq idmanda enerjiləri yayılır. Həm sağlamlıq cəhətdən, həm də onlar müsbət bir şey üçün enerjilərini xərcləmiş olurlar və nəticədə sizin üçün də uğurlu tələbələr yetişmiş olur. Yenə sizə qayıtmaq istərdim. Soruşmaq istəyirəm, məşqdə ən sevdiyiniz hərəkət hansıdır? Mənim ən sevdiyim hərəkət düz straxovkaya getmək, ən çox da ki, jostki straxovka. Qabağa hoppanırıq, yıxılanda da düz formada yıxılmalıyıq ki, çöldə bayırda elə situasiya olanda heç aramızı travmazat almayaq, ya da ki, qolumuz Allah eləməsin qırılsın, belə vəziyyətə düşməyək. Rəmin müəllim, onun bəyəndiyi hərəkəti bizə necə izah eləyərsiniz? Deməli, ümumiyyətlə idmana başlamamışdan öncə isinmə hərəkətləri var və düzgün yıxılma straxovkalar var, hərəkətləri var, ukelər var. Yapon dilində buna uke deyilir. Bu önəmli olan bir şeydir. Çünki düzgün yıxılma hərəkətlərini bilməyən tələbəyə hansısa texnikanı öyrətmək düzgün bir şey deyil. Biz ilk öncə onlara düzgün yıxılmağı öyrədirik və həmin o hərəkətlərdən cəsur tələbəmiz danışır. Onların da müxtəlif növləri var. Düzünə yıxılmaq, arxaya yıxılmaq, böyür üstə yıxılmaq. Bu da onların gələcəkdə, məsəl üçün, belə loru dildə desək, ayağı harasa bir daşa ilişib yıxılanda özünü avtomatik instinkt olaraq düzgün yıxılmağa yönləndirir. Artıq bu instinkt formalaşır onlarda və onu dəfələrlə hər məşq təkrarlayırıq. Elə bir məşq yoxdur ki, o məşq prosesindən öncə bu yıxılma hərəkətləri eləməyək. Çünki o onu artıq bir instinkt olaraq yaddaşında saxlayır. Onda formalaşmalıdır ki... Bəli, bu hərəkətlər də uşaqların akrobatik hərəkətlər də var onun içərisində və onlar uşaqların bəyəndiyi hərəkətlərdən biri də bunlardır. Maraqlıymış. Adını eşidəndə belə çox maraqlıdır. Düşünürəm ki, onu reallaşdıranda daha maraqlıdır və başa düşmək olur Cəsur niyə onu bəyənir. Sübhan bəy, sizin bəyəndiyiniz hərəkət? Mənim bəyəndiyim hərəkət arxaya straxovkadır. Aha. Yəni elə bir ki, Cəsurun dediyi qabaq straxovkasını onun arxaya forması. Sadəcə biraz elə bir ki, belə tulanırsan, yerə yıxılan kimi başın yerə dəyməməlidir. Biraz başınla yer arasına məsafə olmalıdır və yerə yıxılan momentdə belimiz yerə dəyir və əllərimizi belə atırıq. Onun mən necə xoşlayıram? Çünki məsəl üçün bəzən həyatda görsən belə ciddi davadalaş olur. Yəni məsəl üçün iki nəfər, bir nəfər üstünə cumanda bir qabaqdan, bir arxadan gəlir də. Məsəl üçün qabaqdakını hələ yeyirsən, ancaq arxadakı da səni belə nəsə arxadan atır da. Onda sən belə arxadan straxovkanı eləyirsən ki, yəni arxadan özünü qoruyursan, yəni. Yəni belə tullanırsan
Ancaq onu da dəfələrlə eləmirsən deyə belə bir daha xəsarət görmür də. Yəni öyrəşdirirsən də belə bir. Ona görə də o hərəkət mənim xoşuma gəlir. Maraqlıdır. Düşünürəm ki, bunun da izahına ehtiyacımız var. Yəni bu yenə də deyirəm yıxılma hərəkətidir. Eyni hərəkətin Bu başqa hərəkət versiyası. elə bir şeydir ki, bəli, arxaya Aha. yıxıl, məsəl üçün nəsə kimsə səni itələyərsə, üstünə hücum eləyərsə, arxa-arxaya gedib yıxılırsansa, bunun düzgün yıxılma təhəri var. Elə yıxılmalısan ki, ya qolun sınmasın, ya qabırğan batmasın, belə deyək, ya ağciyərləri sıxılmasın. O nöqteyi nəzərdən Sübhan onu qeyd edir ki, o hərəkət xoşuma gəlir və yıxılanda məsəl üçün başı tam arxaya yönləndirmək olmaz. Bilirsən ki, artıq gedə-gedə arxaya yıxılacaqsan, başını qabağa edirsən ki, başın gələcəkdə asfalta, pola dəyməsin. Ona görə onun düzgün yıxılmasını yəqin Sübhan bu hərəkəti bəyənir. O da yaxşı bir, sevindirici bir haldır. Hər ikinizin bəyəndiyi hərəkətlər Rabi müəllimin dili ilə izah elədi. Biz başa düşdük. Həqiqətən də maraqlıdır. Və izahdan sonra başa düşmək olar siz niyə hərəkətləri bəyənirsiniz. Bəs hansısa hərəkəti bacarmayanda, məşqə təzə başlayanda normal olaraq hər hansı bir hərəkəti bacarmaya bilərsiniz. Elə olan hallarda nə edirdiniz? Özünüzü necə hiss edirdiniz? Heç olubmu ki, məsələn, hansısa hərəkəti müəllim sizə öyrədib və onu bacarmamısınız? Demisiniz ki, yox, məndən real aikido çalınmaz. Məşqə əvvəlcə başlayanda elə şeylər təbii ki də olmuşdu, amma sonra başa düşdüm ki, yox, o da mənim üçün xeyirlidir ki, mən öyrənirəm, bilirəm, mənə lazım olur bu təbii ki də. Ona görə də yox, indi elə şey təbii ki də yoxdur, amma məşqə başlayanda olmuşdu. Bir-iki dəfə yalan deməyim, olur təbii ki də. Hər idmançının elə şeylər olur. Amma bu sizi heç vaxt ruhdan salmayıb. Yox, da mənim ruhumu qaldırıbdı. Çox yaxşı bir şeydir. Siz hər dəfə bacarmayanda daha da əzmlə hərəkət eləmisiniz ki, bunu daha yaxşı eləyəsiniz. Məndə də eyni şəkildə olub. Yəni ki, mən ilk dəfə məşqə gələndə bir çox hərəkətləri eləyə bilmirdim də. Sonralar mən özümə əziyyət verərək hər dəfə məşqə gələndə, yəni biraz məşqin başlamasına 5 dəqiqə, 10 dəqiqə qalmış, eləmədiyim hərəkətləri eləyirəm ki, belə özümü nətər deyim, belə öyrəşdirim də. Yəni həmin o hərəkətləri müəllim komanda verəndə onlara eləyə bilim. Hazır vəziyyətdə olursunuz ki, müəllim komanda verəndə artıq siz onu daha rahat icra edə biləsiniz. Bu da çox ağıllıca taktikadır məncə. Müəlliminizin sizə dediyi ən belə maraqlı qayda hansıdır? Heç vaxt yadınızdan çıxmır. O elə bil ki, stoykada dayanmaq və əllərimizi yuxarıda tutmaqdır. Yəni başımızla eyni xəttdə, amma əlimizi aşağı qətiyyən olmaz da. Çünki birdən kimsə sənə zərbə vurar, sən əlindən o zərbəni bloklaya bilərsən. Amma əgər əlin yerdə olsa, aşağıda, sən o zərbəni bloklaya bilməyəsən. Çünki bilmirsən ki, o necə vura bilər, nə sürətlə vura bilər. Sən o zərbəsindən uspet eləyə bilmərsən. Sübhan, sizin üçün bəs vacib olan qayda hansıdır? Mənim üçün ən vacib olan qayda əllərimizin, daha doğrusu stoykadır da. Eyni ilə siz də cəsurla razılaşırsınız. Ramil müəllim, bəs real aikidoda uşaqlar üçün sizə görə ən vacib qayda hansıdır? Ümumiyyətlə uşaqlara vacib olan qayda ən birinci nizam-intizamdır. Mən bunlardan ilk bunu tələb eləyirəm. Dərsin gedişatında ümumiyyətlə sakitçiliyin olmasıdır. Müəllimi diqqətlə dinləmələridir. Sonradan isə bunların mehribançılığıdır. Çünki bu bir real aikido ailəsi vəhdət təşkil edir. Mən bunları bu texnikanı nümayiş elətdirirəm ki, yalnız özlərini gələcəkdə hansısa düşdükləri vəziyyətdən müdafiə etməyi bacarsınlar deyə mən bu texnikanı, bu döyüş növünü bunlara öyrətmirəm ki, gedib küçədə və yaxud da məktəbdə kimlərəsə tətbiq eləsinlər, özlərini güclü göstərsinlər. Əsla bizə vacib olan qaydalardan biri önəmli olan düzgün disiplinadır, əxlaqdır, tərbiyədir, uşaqların düzgün formalaşmasıdır, vətənimizə, atalarına, analarına layiqli övlad olmalarıdır. Önəmli olan budur. Amma qalan hər bir şeydə artıq tədricən uşaqlar böyüdükcə özləri öz yolunu tapacaq, öz idman karyeralarında da dərəcələri alacaq, yarışlarda da yarışları qazanacaq. Əsas olan odur ki, müəllimlərini dinləsinlər, verilən tapşırıqları riayət eləsinlər. Önəmli olan budur. Düşünürəm ki, sizin yanaşmanız çox doğrudur. Çünki
biz bəzən görürük ki, olur bəzi müəllimlər sadəcə uşaqları hazırlaşdırırlar. Onlar ya dostları ilə dalaşanda bu texnikaları istifadə eləsinlər, özlərini qorumaq üçün istifadə etsinlər. Sözsüz ki, bu idman növü onlara özlərini qorumaq üçün lazımdır, amma ona görə yox ki, başqaları ilə dalaşsınlar deyə. Sadəcə öz sağlamlıqları üçün və özlərini qorumaq üçün əlbəttə ki, lazım olan bir yerdə və nə yaxşı ki, siz bunu tələbələrə hələ kiçik yaşlardan öyrədirsiniz ki, onlarda bu formalaşsın. Və sizdən sonda soruşmaq istəyirəm. Valideynlər övladlarını idmana qoyarkən bəzən tərəddüd edirlər. Onlara nə tövsiyə eləyərsiniz bu tərəddüdlərinin keçməsi üçün? Ümumiyyətlə bütün mən valideynlərə əgər övladlarını idmana yönləndirirsə, fərqi yoxdur bizim döyüş növünə və yaxud digər. İlk növbədə müəllimin müəllimlik dərəcəsindən maraqlansınlar, pedaqoji təhsili ilə maraqlansınlar, müəllimin məşq prosesinə baxsınlar, uşaqlarla düzgün davranışına, psixoloji təsirinə, önəmli olanlar onun motivasiya verilməsinə uşaqlara budur. Yəni, hər açılan zalda, hər keçilən dərsi keçən müəllimə yönləndirməsinlər. Çünki bəzən zallarda xoşagəlməz hadisələr də olur. Təəssüf ki. Ondan sonra, zaldan sonra da bəzi yığıncaqlar olur, hansısa uşaqların əxlaqı bir də görürsünüz ki, baxırsınız bir-birindən fərqlənir. Bizdə belə şeylər yoxdur. Bizim tələbələr həm səliqəsi, həm nizamı, intizamı, hər bir şeyi qaydasında və dərsləri önəmli olan birinci növbədə. Mən həmişə demişəm bunlara, ilk növbədə dərsivizdir, sonra idmandır. Mən dərsini oxumayan tələbə mənə lazım deyil. Yəni, siz həm bu ilə bərabər dərslərinizi də mütləq, hətta gündəliklərini yoxlayırıq, bunların səliqə səhmanını, dırnaqlarını, saçlarını, hər bir şeyə mən müəllim olaraq nəzarət eləyirəm, özləri də təsdiq eləyə bilər. Yenə də deyirəm, valideynlərin üzərinə düşən odur ki, burada zal açılıb, aparım uşağı qoyum, vaxtım keçsin, uşaq məşğul olsun, bu o deyil. Mən dəfələrlə olub ki, hansısa, indi adlarını hallandırmaq istəmirəm, zallardan, müəllimlərdən çıxardıblar uşaqları, gətiriblər, yönləndiriblər mənim zalıma ki, müəllim, sizin zalda keçirilən məşqə baxdıqdan sonra tam fərqli üslubda dərs keçirsiniz, üzr istəyirəm, bazar deyil, sırf disiplinalı, nizam-intizamlı dərsdir. Hiss olunur ki, burada dozodur, bu döyüş məktəbidir. Yəni, bizdə danışıq yoxdur, kim oradan səsküy yoxdur, biri burada gülsün, biri orada danışsın, yox, hər kəs bilir müəllimin xarakterini də, müəllimə olunacaq hörməti də. Ona görə maşallah uşaqlarımız da o növ üzrə püxtələşirlər və nizam-intizamları hamısının yüksək səviyyədədir. Sizlə razıyam. Düşünürəm ki, nizam-intizam hər zaman ön planda olmalıdır və ondan əlavə zalın şəraiti və müəllimin xarakteri, onun uğurları da çox önəmlidir. Çünki biz dəfələrlə rastlaşmışıq, siz özünüz də təsdiqləyirsiniz ki, xoşagəlməz hadisələr çox olub zallarda və bəzi hadisələrin hətta geri dönüşü belə yoxdur. Ona görə çox yaxşı bir haldır sizin tələbələrin əvvəlcə dərslərinə, sonra onların nizam-intizamına, daha sonra idmanına nəzarət eləməyiniz. Təşəkkür edirəm sizə. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun, minnətdarlığımı bildirirəm sizə, sizin studiyaya, özümüz adından, valideynlər adından, tələbələrim adından ki, bizim bu gəncləri, bu tələbələri işıqlandırırsınız, idmançıları tanıdırsınız. Təşəkkür edirəm bir daha. Sizə də uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə çox uğurlu Aikido müəllimi və ya Aikido ustası olacaqsınız. Bir daha uğurlar, sağ olun, sağlıqla qalın. Növbəti bölümlərdə görüşmək ümidi ilə.